İnsan ki Allah'ın verdiği bu azadlığı könüllü şəkildə Allaha təqdim eləyir. Deyir, ilahi mənə azadlıq vermisən, məni insan eləmisən, mən özüm axtardım bu azadlığı kimə verim, özvə təqdim eləyirəm. Könüllü şəkildə deyirəm ki, buyur sən əmr elə, mən də eləyim. Mən qoymadım heç kəs mənim azadlığımdan sui-istifadə eləsin. Şeytanın yolunu bağladım, azadam, ixtiyar məndədir. Özüm könüllü gəlirəm, deyirəm, ilahi azadlığım sənin ixtiyarında. Sən nə desən, mən eləyəcəm. İnsan gəlib belə eləyəndə, üzünü Allahın qabağında torpağa qoyanda, onda Allah bilirsiniz neyinir, onda Allah deyir, indi mən qaçaram sənin dalınca. Onda Allah deyir ki, indi sən denən mən eləyim. Sən nə istəyirsən, əli duaya qaldır, mən sənin duanı qəbul eləyim. Sənin gözün də mən olum, dilin də, bunu Allah sözləridir mən deyirəm, özümdən demirəm. Qulağın da mən olum. Gör necə gözəl Allahımız var və hansı məqam var bizim üçün. Bu azadlıq bizi haralara aparır, çatdırır. Əgər bu azadlığı könüllü şəkildə Allaha təqdim eləsək, heyfdir ki, bu azadlığı qoyasan şeytanın ixtiyarında. Çox heyfdir, insafsızdır insan özünə qarşı. Odur ki, qiyamətdə çox peşman olur. Qiyamətdə göstərəcəklər hamımıza ki, sən nə ola bilərdin? Bunu göstərəcəklər. Hamımızı yığıb deyəcəklər, sən bu ola bilərdin, gör nə oldun. Onun peşmansılığı deyirlər, hədislərdə var ki, cəhənnəmin ən şiddətli əzabından pisdir. İnsan deyib, barmağın dişləyər, az qalar dirsəyinəcən əlini yesin peşmansılıqdan, narahatçılıqdan. İndi ölüləri qaldırıb danışdırasan, onlar bizlə danışsın, onlar bizə çox gözəl mucizələr eləyər. Ki qoymayın sizə heç bir hakimiyyəti olmayan bir varlıq azadlığınızdan istifadə edib sizi azdırsın. Siz elə bir yerə çata bilərsiniz ki, Allah deyər ki, səni özüm kimi eləyərəm, özüm kimi. Yeganə insana deyir bu sözü. Deyirsən, mənim kimi olacaqsan cənnətdə. Mən deyirəm, olur sən ürəyindən keçəcək ki, kaş filan şey olardı, dərhal hazır olacaq yanında. Bu insan üçün bir məqamdır və şeytan da istəyir bu məqamı insandan oğurlasın. Nəyin vasitəsilə? Həmin təbii meyillər və istəklərin vasitəsilə ki, onları gərək onun əlindən alaq və öz sahibinə qaytaraq. Dünyada biz yadımızdan çıxardırıq hərdən bunu. Biz başa düşmürük ki, bu mal ki bizim ixtiyarımızdadır, şərti sahibi bizi. Onun həqiqi sahibi Allahdır. Ləhul mulk. Mülk hamısı ona məxsusdur. Qiyamətdə pərdə çəkiləndə biz bunun həqiqətini görəcəyik. Biz görəcəyik ki, hər şeyin sahibi Allah imiş. Bizim canımızın da sahibi o imiş. Biz dünyada bunu yaddan çıxardırıq. Qiyamətdə ki, bu aşkar olacaq, ona görə qiyamətə deyirlər, Maliki yevmiddin. Buyurur ki, Allah din gününün sahibidir. Qiyamətdə soruşacaq Allah hamıdan, Limenil mulk. Limenil mulkil yevm. Bugün mülk kimə məxsusdur? Hamı bir ağızdan cavab verəcək. Lillahil vahidil qəhhar. Hamı cavab verəcək ki, mülk qəhhar və vahid olan Allaha məxsusdur. O adamlar ki, dünyada bunu yaddan çıxartmışdılar, danırdılar, orada ki, o qədər aşkar olacaq. Allah soruşacaq, yaxşı, indi mülk kimə məxsusdur? Ay təkəbbürlə gəzənlər. Ay o adamlar ki, dünya malına qürrələnib mən deyirdiniz. Ay mənəm deyənlər, gün həm surədə bu sözü təkrar eləyin. Hər iki rikətdə deyin, İmam Səccad əleyhissalam bu ayəyə çatırdı. Maliki yevmiddin, Maliki yevmiddin, o qədər deyirlər, təkrar eləyirdi ki, baxırdılar qıraqdan, az qalırdı ruhu bədənindən çıxsın, qiyamətin əzəmətindən. O elə bir əzəmətli gündür. Elə əzəmətli gündür ki, Peyğəmbər ən çətin məqamlarına baxın ömrünün. Peyğəmbərin başına çox müsibətlər gəlib. Elə çıxılmaz vəziyyətlərdə qoyublar Peyğəmbəri. 70-80 müharibə aparıb, 313 nəfərlə Bədir döyüşündə neçə dəfələrlə güclü olan düşmənlə vuruşacaq. Biz baxırdıq bütün günü Peyğəmbərə. Bir dəfə görmədik ki, özünü itirsin, əl-ayağı əssin. Elə aram ağacın altında səhər Bədir döyüşü olacaq. Müsəlmanlar 313 nəfər, düşmən minlərlə adam.
Baxaq indi bunun vəziyyətinə, elə rahat dayanıb namaz qılırdı. Heç elə bil döyüşə bu getməyəcək. Həmin o Peyğəmbər, deyirlər, söz qiyamətdən düşəndə, söz qiyamətin vəziyyətindən düşəndə o Peyğəmbərin üzü saralırdı qorxudan. Rəngi, çöhrəsi saralırdı, dili dodağı əsirdi Peyğəmbərin. O elə bir gündür ki, o Peyğəmbər ki, yaranmışların, məxluqatın əşrəfidir, onun da yadına düşəndə əzəmətindən titriyir. Bir şey ki, Quran buyurur, Nəbəul əzim, qiyamət böyük xəbərdir, əzəmətli xəbər. Həmmə yətəsəəlun, Nəbə surəsində. Soruşurlar, nə barədə? Aynin Nəbəil əzim, o əzəmətli böyük xəbər barədə. Allah bir şeyə əzəmətli deyə, gör nə əzəmətli bir gündür. Bu qədər dünyanı böyük görürük, Allah deyir, bu dünya kiçikdir, qəlil sözünü işlədir Quranda. Bu bir şeydir, xırda bir şeydir. Bizim üçün böyük görünür, Allah deyir, bu xırda bir şeydir. Amma qiyamətdən danışanda deyir, Aynin Nəbəil əzim, o əzəmətli böyük xəbər. Allah bizi öyrədir ki, o böyük günü yadımızda saxlayaq, hər gün yad eləyək. O elə bir əzəmətli gündür ki, insan bütün əzbərlədiyi şeyləri yadından çıxardır. Bir dəfə mən bu sözü demişəm, indi hamınız durasınız, hər bir adam bəlkə də şəksiz deyəsən, birinci imamın kimdir? Rahat deyəcək, əleyhissalam. Evlərində həddi buluğa çatmayan uşaqlar olanlar da öyrədiblər uşaqlarına. Çox sadə sualdır. Amma bu qədər ilə qəbrin sualı çətindir, qəbrin sualı çətindir, qəbirdə çətin sorğu sual var. Adam elə bilir ki, orada fəlsəfi suallar soruşacaqlar. Ay qardaş, bu çətin suallar nədir, nədən ibarətdir? Həmin o sual ki, burada bir dəqiqəyə cavab verirsən, Rəbbin kimdir? Allah. İmamın kimdir, Peyğəmbərin kimdir, qiblön rahatdır. Orada deyirlər ki, bu suallar çətinləşir və kim cavab verə bilsə nicat tapır. Niyə? Çünki o qədər əzəmətli məqamdır ki, əzbərlədiyin şeylər yaddan çıxır. Nə ki əzbərləmişdin, yaddan çıxır. Nə qalır yadda? O şeylər ki, ürəyivə yaza bilmişdin, qəlbə. Qəlbdə yazılan şeylər dilə gələcək orada. Orada həqiqətən də imamın əli olubsa deyəcəksən, yoxsa bəzisindən soruşacaqlar ki, mən imamış, imamın kimdir? Deyəcək, var dövlətim. Çünki öz dövlətini özünə imam qərar verir. Öz nəfsini özünə Allah qərar verib. Quran buyurur, Ərəeytə mən ittəxəzə ilahəhu həva. Gördünmü o şəxsi ki, özünü özünə Allah qərar verib, nəfsini özünə Allah qərar verib. Sorğu sual günüdür və əleyhissalam buyurub ki, qiyamətin 50 dayanacağı var və o dayanacaqlarda hər birində saxlayıb sizi soruşacaqlar, diqqətlə baxacaqlar. Namazınıza, ibadətünüzə, əməllərinizə, danışığınıza, niyyətlərinizə, hər şeyi bir-bir baxıb yoxlayacaqlar orada. O dayanacaqları keçmək lazımdır. Əleyhissalam buyurur ki, o elə bir gündür ki, Allah əvvəlkiləri və sondakıların hamısını dirildəcək ki, hamısı təslim halda Allahın huzurunda başı aşağı dayanıb əməllərinin hesabını verəcəklər. Əl-qari'atu məl-qari'ə. Quran buyurur ki, qiyamət 2 dəfə buyurur. Yenə deyib qiyamət. Sonra buyurur ki, və ma ədrakə məl-qari'ə. Ya Rəsulallah, sən nə bilirsən ki, nədir qiyamət? Sən nə bilirsən ki, o çətin böyük bir şey haqqında danışanda deyərsən, sən bilməzsən o nədir. Allah buyurur bizə ki, və ma ədrakə məl-qari'ə. Dalınca buyurur ki, yevmə yəkunun nasu kəl-fərashil məbsus. O gün elə bir gündür ki, insanlar dağılmış, dağınıq pərvanələr kimi, kəpənəklər kimi, pərvanə kimi o dağınıq halda gələrlər. Və təkunul cibalu kəl-əhnil mənfuş. O gün dağlar didilmiş yun kimi olar. O əzəmətdə gördüyün dağlar elə bil yunu didərsən necə olar, o vəziyyətə düşər. Və nufiqə fissur.
sur üfürlər fəizahum minəl əcdəsi ilə Rabbihim yansilun. Onlar hamısı qəbirlərindən qalxar və Rəblərinə tərəf gedərlər. Elə ki, oranı görərlər, Quranın ayələrində təbərrük üçün oxuyuram ki, ürəklərimizdə olan o sirkəbu bəlkə tökə bilsin bu ayələr, ürəklərimizə dirilik bəxş eləsin. Və nufiqə fissur fəizahum minəl əcdəsi ilə Rabbihim yansilun. Qəbirdən çıxıb gedərlər və baxıb deyərlər, qalu ya veylənə mən bəəsənə min mərqədina. Deyərlər, vay olsun bizə, kim idi bizi yatan yerdə yuxudan oyatdı? Biz elə bil yuxuya getmişdik, indi görürük həqiqət var imiş, haqq var imiş. Özləri dalınca deyər ki, haza ma vəədər rəhman. Bu Allahın vəd elədiyi gün imiş. Və sədəqəl mürsəlun, və peyğəmbərlər düz deyirlərmiş. Bu peyğəmbərlər ki, biz onları məsxərə elədik, sözlərinə qulaq asmadıq, onlar düz deyirlərmiş və indi bütün deyilənləri gözümüzlə görürük. Moizələrdə eşitdiklərimizi gözümüzlə görürük. Haza ma vəədər rəhman. Amma orada da görməyin mənası yoxdur. Orada görməyin xeyri yoxdur. Burada görəsən, hünər budur ki, kişi o adamdır ki, burada görəsən. Ona görə deyir, namazda təkrar elə ki, burada o halları yaşayasan. Orada görəndən sonra nə başlayır? Başlayır nalə, fəryad, ağlaşma. Burada deyir, bir damcı göz yaşı tök. Nə qədər günah eləmişəm, bağışlayın. Nə eləmisənsə. Orada ağlayanların cavabında deyər ki, la təc'alul yevm. Bugün nalə eləməyin. İnnekum minna la tunzarun. Bugün sizi bizim əzabımızdan heç nə xilas eləyə bilməyəcək. Bugün artıq ağlamağın, qışqırmağın, üzr istəyirəm, zarıldamağın da faydası yoxdur. Ağlamaq orada faydalı idi ki, o günü yad eləyib, o günün qorxusunu ürəyivə salıb özünü islah eləyəsən.